Qardaş, bu telefonlarda bəzən olur, insan yer qibləni tapa bilmir. O telefonlarda qiblə proqramı var. Onunla təyin edirsən. Kompas. Kompas proqramı var. Ona kifayət eləyir. İcazəlidir belə eləmək. Qiblənin namazda nədir yeri? Şərtdir. Qiblə tərəfə yönəlmək namaza şərtdir. Dəstəmaz şərtdir yoxsa yox? Yəni dəstəmaz şərtdirsə, yox. Dəstəmaz şərtdirsə, dəstəmazsız namaz yoxdur, qardaş. 50 ildir namaz qılırsan, dəstəmaz almamısan, namaz yoxdur. Şərtdir ona görə. Gəlməlisən bundan. Həmin o namazın şərtlərindən biri də qibləyə tərəf yönəlməkdir. Quran, sünnə icma dəlalət edir. Hər kim bilərəkdən qibləyə, qardaş qiblənin bu tərəfə qıldın, nə olacaq ki? Namazdır, əsas namaz qılasan. Biz deyirik ki, namaz batildir. Qiblə istiqamətinə yönəlib namaz qılmaq, namazın qəbul olması üçün şərtdir. Namazın şərtlərindəndir. Qibləyə istiqamətinə qılmaq. O ki, qaldı, qardaşın sualında kompas məsələsilə müasir indi cihazlar, alətlər çıxıb belə. Fuqaha, müasir alimlər deyirlər ki, ondan istifadə etməkdə heç bir problem yoxdur. Çünki hətta bəziləri var ki, o qədər dəqiq görsədir ki, ona görə yoxlanandan sonra alimlər deyiblər ki, o kompaslardan istifadə edib namaz qıla bilərsən, rahat. Rahat.